Allahın yaranış fəlsəfəsi və hikməti bundan ibarətdir ki, bütün insanlar kamil şəkildə dünyaya gəlsin. Yəni, heç bir qüsurları, eyibləri olmasın. Bu, Allahın yaradılış sistemində qoyduğu əsas fəlsəfədir. İndi sual, əgər qüsurlu bir insan dünyaya gəlirsə, bu ilahi hikmətə ziddimi? Yəni, Allah burada zülm elədi həmən şəxsə? Cavab xeyr. Niyə? Çünki Allahın yaranılış prinsipində məqsəd insanın kamil şəkildə yaranması idi, eyibsiz, nöqsansız. İndi sual, əgər bu bir insan xəstə dünyaya gəlirsə, Allahın zalımlığı burada özünü göstərir? Cavab xeyr. Niyə? Çünki Allah zalim olsaydı əvvəldən bu sistemi qoymazdı. Sistem bütün insanların kamil şəkildə eyibsiz, qüsursuz dünyaya gəlməsidir. Bəs yaxşı, burada nizam mı pozuldu? Deyirik ki, bəli, burada nizam pozuldu. Amma hansı nizam? Allahın təyin etdiyi nizam? Cavab xeyr, Allahın təyin etdiyi nizam pozulmadı. Burada insan öz yaradılışını dəyişdi. Yəni, ata-ana və yaxud mühit hər hansı bir problem, xəstəlik yaratdı deyə bu uşaq qüsurlu dünyaya gəldi.